Yeni Yasamalda Leningrad layihəli 2 otağa düzəlmə mənzil çox münasib qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sonadək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 1-ci svetofor'a yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 40 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə köhnə təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil təmir olunduqdan sonra 400-450 manata, 500 manata kirayə vermək də mümkündür. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizdə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, 1-ci svetofor'a yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 40 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə köhnə təmirli bir mənzildir. Sənədi kupsadır, qiyməti 97.000 manatdır. Real alıcı olduğu təqdirdə aşağı yeri də var. Mənzil təmir olunduqdan sonra təxminən 400-500 manat civarında kirayə vermək də mümkündür. Binanın qazı, suyu, işığı daimidir, liftli işləş vəziyyətdədir və yerləşdiyi ərazi məktəbə, bağçaya yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bununla bərabər bir neçə yaşayış obyektinə də çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.